Salam, bugün Vergi Məcəlləsinin 169-cu maddəsində bəhs olunan qeyri-rezidentlərin vergi ödəmələri haqqında ümumi məlumat verəcəyik. Belə ki, qeyri-rezident Azərbaycan Respublikasında hər hansı bir sahibkara xidmət göstərdiyi zaman yaranan əlavə dəyər vergisi və ödəmə mənbəyindən vergi sahibkar tərəfindən ödənilməlidir. Bu halda sahibkar 18% əlavə dəyər vergisi və 10% ödəmə mənbəyindən vergini dövlət hesabına köçürməlidir. Sahibkar qeyri-rezidentdən xidməti aldığı zaman ödənişi etdikdən növbəti 7 gün ərzində əlavə dəyər vergisini tutaraq dövlət büdcəsinə köçürməli, növbəti ayın 20-sinə qədər isə əlavə dəyər vergisi hesabatını təqdim etməlidir. Bu halda diqqət etməli olduğumuz əsas məqamlardan biri də qeyri-rezidentin bank hesablarının güzəştli vergi tutulan ölkələrdə olub-olmamasına nəzarət etməkdir. Nəzərinizə çatdırırıq ki, qeyd olunan halda əlavə olaraq 10% ödəmə mənbəyindən vergi tutularaq dövlət büdcəsinə ödənilir.